Bu keçən söz vermişdim sizə, orada olmuşdu reportaj ki, mən çalışacağım gələn il, yəni hündürlük alpinizmdə, vusotna alpinizmdə də getməsə, alınmasa, çalışacağım gücümü verim texnik alpinizm və komanda şəklində bu dəfə. Artıq komanda hazırlayım. Azərbaycanın istənilən problemli, çətin zirvələri, problemli zirvələrini həll edəcək bir komanda hazırlamaq arzusundaydım. 6 nəfərdən ibarət istəyirdim hazırlayım. Sadəcə də bunu 3 nəfərdən alındı. İnşallah bəlkə gələn il daha çox böyüdü. Böyük komanda şəklinə düşdük də, alındı bəlkə. Əsas burada məqsəd indi keçən Cənub zirvəsi idi. Fətələmişdim. Bu dəfə o şimal zirvə oldu bizdə. Şimdi şimal zirvədə Azərbaycan bayrağı dalğalanmamışdı. Bütün Azərbaycan xalqını Qafqazın ən çətin zirvələri olan Ucbanın şimal zirvəsindən salamlayırıq. Məhz bugün 16 avqust 2016-cı ildə gördüyünüz bu vətənimizin üç rəngli bayrağı bu zirvədə ilk dəfə olaraq dalğalandı. Bəli, şimal zirvədə. Azərbaycan alpinizm tarixində ilk dəfə olaraq bu münasibətlə bütün Azərbaycan xalqını və xüsusən də bütün alpinistləri təbrik edirəm və onlara yeni zirvələr arzu edirik. Təşəkkür edirik. Bayrağı çox yaxşı. Şimal zirvənin özü də çətinlikləri var, yəni onun yaxınlaşması var. Şimal diyar olduğuna görə çox soyuqdur, qar çox olur. Daha sərtdir iqlim orada. Həm də artıq komanda şəklində. Əsas məqsəd burada komanda şəklindədir. Yəni birlik və komanda şəklində ki, Azərbaycan bayrağını biz zirvədə dalğalandıraq. Bakıdan Bakıya 11 gün çəkdi bizdə. Burada biz heç vaxt olmadığım zirvə idi, marşrut idi. Elə marşrut idi ki, orada olmamışdım. Sadəcə xəritə opisaniyalarını oxuyurdum, yəni o ilə gedirdim. Bir-iki yerdə oldu ki, azdıq, 3 saat vaxt itirdi yaxınlaşmada. Yəni axırıncı lagerə qoyana qədər 1-2 gün, 3 gün vaxt gedirsən də orada. Buzlaqları keçirsən, sıpuxa deyilən bir şey olur. Çatlar olur orada çoxlu. Çatdalara ehtiyatla keçmək lazımdır. Hərdən uçqunlar olur, daşqı uçqunlarına olur, yanından keçirsən. Müəyyən vaxtda səhər tezdən keçmək lazımdır orana. Axırıncı kəmp də bizdə oldu 3900 metrdə. Plato deyilən yer var, adətən oradan gedirlər 4000 metrədən. Amma biz qərar verdik, biraz yarım saat, 1 saat aşağıda qoyaq ki, orada həm qardan eləmirsən suyu, adətən su axır, su var da hazır su, yəni qənaət edirsən qaz balonla. Həm də ki, Skalni, ostrov Skalnada kimi qayalardan da olan yerlər var idi, palatka üçün, plaşatkalar. Yəni orada qoyduq ki, qarın üstündə yatmayaq. Yarım saat, 1 saat prosta itirdik də orada vaxtda. Namin Bünyatov 5 ildə alpinizmlə məşğul olur. 5 ildən çoxdur da. Andrey Qədimov, o bu dəqiqə işdədir, dənizdədir, yəni gələ bilməyib. O da ki, harada 1-7 ildir alpinizmlə məşğuldur. Haradasa 7 ildə var. Yəni, alpinizmlə Andrey də əvvəlcədən məşğul. Andrey ilə də texniki marşrutlar getmişik. Naminlə də olmuşuq bəzi marşrutlarda, amma ki, bu uşaqlara tam əmin idim ki, psixoloji hazır olacaqlar. Yəni, əmin idim ki, bu uşaqlarla mən Urbanı keçə biləcəm. Момент. Доброе утро всем. 7 часов утра мы уже находимся выше 4000 метров. Да, только что прошли берг. Вот первую веревку прошли после берга. Сейчас вторая. Фирус провешивает перила. Я страхую. Да. А на заднем фоне это большая гора Эльбрус. Вот она, красавица. Эльбрус. Алло, салам, Исрафиль. Поднялись на вершину. На вершине стоим. Вот Погода портится, с одной стороны, портится, потом открыто. Вот наши следы. И потом испортился, потом опять более-менее так. Эльбрус закрыт, южная вершина нормальная, сейчас посмотрим и валим. Вот южная вершина. Скорее всего ночью спустимся, потому что не успеем. Ştum deyəndə yaxşı çıxmır, yürüyüş də, yəni zirvələrə fəth eləmək biraz yaraşmaz, təbiəti fəth eləmək mümkün deyil. Zirvəyə yürüyüş axırıncı günü, bu zirvə günü
Saat 4-də çıxdıq, 3-də durduq, 4-də çıxdıq. Ayın 16-sı idi, avqustun 16-sı idi. Və hava açıq idi. Hava əvvəlcədən 12-də, 2-də, hər 2 saatdan bir durub havaya baxırdım. Yəni buludlar idi. Amma axıra yaxın hava açıldı, ulduzlar görsəndi. Başladı çıxmağa. Əvvəlcən eyni vaxtda getdik. Sonra Berg gəldi. Çat divarda olan çatdı o Bergşrum. O kulçevoy yerdə, açar yerdə, çətin yerdə. Orada hardasa bir 5-6 kəndiri vardı. Oranı da ehtiyatla keçdik. Və Grebinə o sırta çatan yerdə, o bıçaq deyilən yerə çatanda artıq hava korlanmağa başladı. Çətinlik soyuq, relyefin buzun olması, sərt buz da var idi, yumşaq buz da vardı, firin də var idi, qar da var idi. Yəni elə yerlər vardı ki, nöqtə də qoymaq olmur, çətindir, vaxt itirirsən. Müəyyən hissə vardı ki, qarın altında idi buz, qazımaq lazım idi. Ona görə hərdən biraz vaxt itirməmək üçün gedirdi. Yəni çox qazımaq lazım idi. Bir-iki yerdə qayalar var idi ki, yəni daha çox buz marşrutu, qar və buz marşrutu. Qaya hissə az idi orada. Amma vəziyyətdən asılı olaraq, yəni insanın xüsusiyyətinə, xarakterinə, təcrübəsinə və onu tanıyan insanların ona verdiyi qiymətdən asılı olaraq bu qaydalar dəyişə bilər. Yəni insanın özünə görə dəyişə bilər. Məsəl üçün, əlbəttə ki, mənə görə o dağ məni tanımayan adam üçün o dağ çox mən hazırlıqsız görünə bilərdim. Amma məni tanıyan insanlar üçün və mən özümə və yanımda olan qrupdakı heyətə arxain və inandığıma görə mən o dağa getməyə razılaşdım və yenə deyirəm, birinci növbədə özümə, ikinci növbədəki qrup yoldaşlarıma inanırdım ki, nə onlar məni pis vəziyyətdə qoya bilər dağda, nə də ki, mən onları pis vəziyyətdə qoya bilərəm. Mənim orada texniki cəhətdən çatışmayacaq xüsusiyyətim o idi ki, mən buz və qarda kifayət qədər təlim və təcrübə keçməmişdim. Ona görə də, yəni, o marşrut mənim üçün, yəni, təsəvvür edin ki, o kateqoriyalı marşrutda mən birbaşa olaraq buz və qar marşrutu ilə hərəkət etməyim bəziləri üçün qeyri-mümkün görünə bilərdi. Lakin mən yenə deyirəm, o həyəcan və stressi, necə deyərlər, dəf edə bildim. Ən qorxulu deməzdim, ən həyəcanlandırıcı an mənim ilk dəfə olaraq orada bir açar hissə var ki, 60-70 dərəcə meyillikdə buz marşrutuna birinci dəfə idi ki, mən o 4200-4000 hündürlükdə o marşruta çıxdım. Özümü ipə otuzdurdum və qalxmağa başladım. O an mən, düzdür, mən hündürlükdən qorxmuram, kifayət qədər hündürlük təcrübəm var. Mənim işim də hündürlükdə olduğundan, mən yəni Azərbaycanda hündürlükdə işlər üzrə mütəxəssis kimi işləyirəm. Ona görə hündürlüyə gözüm kifayət qədər öyrəşib. Lakin o anda məndə müəyyən qədər həyəcan hissi oldu. Çünki ilk dəfə idi ki, mən o hündürlükdə texniki olaraq buzda üzü yuxarı, yəni hərəkət etməyə başlamışdım. Zirvədən qabaq yenə məndə belə bir xasiyyətimdə belə bir xüsusiyyət var ki, o bəzilər onu mənfi qiymətləndirir, amma bəziləri də müsbət qiymətləndirir. Yəni mən zirvəyə gedərkən zirvəni çıxa bilməyəcəm fikir məndə olmur ümumiyyətlə. Mən yəni sona qədər gedirəm, yəni düzdür, bu biraz təhlükəlidir, alpinistlər bunu biraz təhlükəli hesab edir ki, yəni hər hansı bir zirvədə mən artıq həyatımla son qoya bilərəm bu fikirlərdən. Amma hələ ki, indiyənə qədər məndə elə bir şey olmayıb. Yəni Ujbaya gedəndə də mənim niyyətim o idi ki, mən zirvə ilə qayıdım. Yəni zirvəyə çıxa bilməmə fikri məndə ümumiyyətlə yox idi. Yəni o fikri ağlıma belə gətirmirdim. Ona görə tam əmin gedirdim. Getdikdən sonra da mən fikirləşirəm ki, əgər mən 3-cü kateqoriyalı, çətinlik kateqoriyalı marşrutlara gedə bilmədən birbaşa 4-cü, 5-ci kateqoriyaya uyğun marşruta gedə bilmişəmsə, demək ki, mənim bundan sonraki ən azı 3-4 kateqoriyalı marşrutlarda maksimum fikirləşirəm ki, çətinliyim olmayacaq. Çıxanda əlbəttə ki, Qafqazın ən çətin dağlarından biri olan, ona Qafqazın Matterhornu deyirlər, Qafqazın incisi, mirvarisi deyirlər o dağa. Yəni, məni hətta xarici ölkələrdən təbrik edib dedilər ki, o dağ elə bir dağdır ki, o dağla fəxr etmək olar. Yəni, keçmişə baxarkən məndən qabaq, hətta texniki hazırlığı məndən daha yüksək olan alpinistlərin o dağa çıxa bilmədiyini eşidəndə, lakin mənim çıxdığımı özüm şahidi olanda həqiqətən də fəxr və qürur hissi duydum və bayrağımızı ilk dəfə ora sancdığımıza görə də əlbəttə ki, çox fəxr edici hal oldu mənim üçün. Yəni mən də
artıq təzə olsam da alpinizmdə öz sözümü müəyyən qədər deyə bildim. Düşərkən biz orada sırt deyirlər, dağın yalı sırtını keçdikdən sonra artıq biz bilirdik ki, biz gecikmişik, qaranlığa düşəcəyimizi dərk eləyirdik. Yəni mən ümumiyyətlə psixoloji olaraq ona hazır idim, çünki mən dəfələrlə olub ki, gecə təcrübəm olub məndə. Artıq bu 3-cü, 4-cü təcrübəmdir ki, mən enişlərimi gecəyə düşür. Yəni gecə boyu hərəkət etmişəm, yəni. Psixoloji hazır idim, tam sakit idim. Düzdür, əynimizdəki paltarlar, çəkmələr artıq 24 saata yaxın idi ki, suyun, biz qarın içində olduğumuzdan su keçirtmişdi. Aşağı düşdükcə, gecə qara yaxınlaşdıqca havanın temperaturu düşmüşdü və şaxta yaxınlaşırdı, mənfi olmuşdu temperatur. Ayaqlarımız donurdu, əlcəklərimiz su idi, ipdə işləmək çox çətin idi, hərəkət çox zəiflədi. Lakin biz yenə də bir-birimizə dəstək olaraq, kiminsə səhvi olardasa orada yadına salırdıq. Kiçik səhvlərdən əlbəttə ki, söhbət gedir. Orada ciddi səhvlər olmadı. Bir-birimizə dəstək olduq, bacardığımızla mənəvi dəstək olduq, köməklik elədik. Yəni, əhval-ruhiyyəni yüksək saxlayaraq gecənin qaranlığında, yəni 4000 metr hündürlükdə, zirvədə, gecənin qaranlığında orada kiçik qar da yağmağa başladı, külək əsməyə başladı. Danışıqlar olurdu. Söhbət odur ki, yaxı Firuz, sən düz getmirsən, belə gedirsən, o normaldır. Konflikt yəni. Konflikt yox, yəni ki, belə get, belə eləmirsən, belə eləyirsən. Amma sonra deyirəm ki, bəs qərarı mən vermişdim, mən verəcəm. Ona görə mən də ki, fikirləşirəm ki, belə olmalıdır qərar verir. Yenə belə bir məsəl... Həmişə olur bizdə. Belə bir məsəl var ki, yəni bu adətən orduda tətbiq olunur bu fikir. Yəni pis qərarsızlıqdan yaxşıdır. Yəni orada üçümüz hərəmiz bir fikir söyləməkdənsə, bir nəfər, yəni lider və quru rəhbəri bir nəfər səhv fikir belə söyləsə, hamı o fikrə əməl etsə, o daha yaxşıdır. Amma Allah'a şükür bizdə səhv fikir olmadı. Yəni verilən qərarlar, qərarların düzgünlüyünü hal-hazırda burada olmağımızla sübut etdik. Yəni xəsarətsiz, hətta kiçik bir zədə almadan biz sağ-salamat qayıtdıq. Növbəti zirvə var. Texniki əvvəlcədən qabaqdan danışmaq düşmür alpinistə, amma ki var. Şıxara planında var, düzdür. Şıxara Gürcüstanın ən çətin belə zirvələrindən biridir o da. Həm ən hündür zirvəsidir, Qafqazın, ümumiyyətlə Avropanın ikinci ən hündür zirvəsidir, Şıxara zirvəsidir. Orada da 5B marşrutu cənub tərəfdən planında var. Amma indi istəyirəm ki, komanda daha böyük olsun, qarşımda məqsəd var, 6 nəfərdən ibarət. Və həmin komanda qız xanım olsun. Psixoloji tərəfdən baxanda, əgər biz alpinizmi, dağçılığı, texniki dağçılığı populyarlaşdırmaq istəyiriksə, hansısa bir xanım texniki bir zirvəni, Urbanıya, Şıxarda fəth eləyib çıxsa, yəni oğlanlar ona baxıb çalışacaqlar ondan geri qalma, özlərinə sıxışdırmayacaq. Deyəcəklər ki, necə ola bilər, xanım çıxdı, biz çıxa bilmək. İstər-istəməz gələcəklər, başlayacaqlar məşğulluğa, çalışacaqlar. Yəni bu xanım bacardısa, yəni biz bacarmayacaq.